Salam əziz şagirdlər və abituriyentlər. Bu gün sizlə söz yaradıcılığı, sözün tərkibi ilə bağlı bir mövzu keçirik. Yəni morfemikadan bəhs eləyəcəyik. Hansı ki, burada sözün tərkibindən danışılır. Bu haqqda önəmli məsələlərə toxunacağıq. Elə isə başlayaq. Deməli uşaqlar, sözlər leksik mənasının olub-olmamasına görə iki qrupa ayrılır. Yəni bir mənası olanlar, leksik mənası olanlar, hansı ki o sözü deyəndə siz onun mənasını aydınlaşdıra bilirsiniz, başa düşürsüz. Biri də var, mənası olmayan sözlər. Yəni xüsusi leksik bir mənası, lüğəvi mənası olmayan sözlər. Lüğəvi mənası olanlar deməli hansılardır? Baxın. Məsələn uşaqlar, lüğəvi mənası olanlara bir nümunə deyək. Misal üçün, stəkan. Mənası var da, düz deyil. Yəni siz bunun izahını verə bilərsiniz, şəklini çəkə bilərsiniz. Amma lüğəvi mənası olmayan köməkçi nitq hissələrindən misal üçün ki. Kinin mənası var uşaqlar. Kinin izahını necə verərik? Və yaxud üçün verə bilərik? Yox, verə bilmərik. Amma məsələn barmaq, nə bilim, kitab. Bu sözlərin izahını verə bilərik də, düz deyil. Deməli, izahı olan, izahı olmayan şəkildə belə bölünür. Və izahı olan, bunlar adlanır əsas nitq hissələri. Bu izahı olmayanlar da, bunlar köməkçi nitq hissələridir. Amma təkcə köməkçilərlə məhdudlaşmır uşaqlar, mənası olmayan sözlər. Var bir də şəkilçilər. Şəkilçilərin də uşaqlar deyirik ki, qrammatik mənası var. Niyə? Çünki funksiyası var. Amma leksik mənası yoxdur, çünki izahı yoxdur. Misal üçün, luli, 4 variantlı şəkilçidir. Bunun da yəni izahı olacaq. Sadəcə nəyi var? Funksiyası var. Yeni söz yarada bilir. Yəni, qısaca belə desək uşaqlar, sözün tərkibi mövzusunda lüğəvi mənası olan sözlər nəzərdə tutulur. Və morfemika dediyimiz bu anlayışda, buraya yazım, çünki qarşınıza çıxacaq bu söz, bu termin. Dilçilikdə sözlərin tərkibindən, onların quruluşundan bəhs edən bir bölmədir. Və sözlərin uşaqlar mənalı hissələri kök və şəkilçi ümumilikdə də, yəni mənalı isə ikisi bir yerdə bir məna verir. Bunlar uşaqlar ayrı-ayrılıqda kökün özü də, şəkilçinin özü də. Bunlar ayrıca morfemdir. Aydındır. Belə eləyim də, morfem. Kökdə bir morfemdir, şəkilçi də bir morfemdir. İkisi bir yerdə məna verir. Kökün özü də ayrıca bir məna verir. Amma şəkilçinin özü məna vermir ki, indi bunu bir daha aydınlaşdıracağıq. Dedik ki, sözün ayrılıqda işlənib, məna ifadə edən, fonetik cəhətdən dəyişməyən hissəsi adlanır kök. Yazaq, ayrıca məna. Deməli, uşaqlar, dedik ayrıca məna olan, fonetik tərkibcə sabit qalan, dəyişməyən kökdür. Şəkilçi nədir? Lüğəvi mənası olmayan, bir izahı olmayan, kökə qoşulanda leksik yaxud qrammatik məna yaradan, yəni onun özünün bir mənası yox da, qoşulandan sonra yeni bir şey yaradır, yeni bir funksiya icra eləyir. Yəni, yeni söz yaratsa leksik, yaratmasa da biz buna qrammatik şəkilçi deyəcəyik. Bu baxımdan şəkilçilərin özü iki qrupa bölünür. Leksik, qrammatik. Leksiklər uşaqlar, deməli, yeni söz yaradandır. Buna söz yaradan, söz düzəldən də deyilir. Söz düzəldici şəkilçi. Söz yaradan da fərq yoxdur, eyni şeydir. Qrammatik uşaqlar, deməli, söz dəyişdirən şəkilçi adlanır. Söz dəyişdirici, söz dəyişdirən fərqi yoxdur. Leksikin işarəsi üçbucaqdır. Qrammatikin işarəsi bax belə yarım çevrə. Bu da belə. Məsələn, gəlin bir söz götürək, bir nümunə daxilində izah edək. Nə sözü verək? Məsələn, kitabxana olsun. Uşaqlar, kitabxana sözündə, kitab sözün köküdür, xana yeni bir söz yaratdı da. Xana ümumiyyətlə ərəb-fars mənşəli şəkilçidir. Və onlardan həmin o hansı ki bizə alınma şəkilçidir, hansı ölkədən gəlibsə, o ölkədə xana sözünün bir mənası var idi, ev demək idi. Ancaq bizim dilimizə qatılanda artıq həmin məna itdi və xana ev mənasını itirdi, sadəcə şəkilçi olaraq funksiyasını saxladı.
Və kitabxana sözündə də uşaqlar həmin o əvvəlki ölkədə hansı ölkədən gəlib orada ev mənasını bildirir də axı xana. O mənaya görə kitabxana əslində kitab evi deməkdir. Amma xana sözü bizdə bir məna ifadə etmir uşaqlar. Bunu yəni yadda saxlayın. Və ya çayxana, çay evi, dəftərxana, dəftər evi bu anlamları ifadə edir. Amma xananın bir mənası yoxdur. Şəkilçidir, leksik şəkilçidir. Çünki yeni söz yaradır. Kitab başqadır, kitabxana başqa bir şeydir. Onun olduğu məkandır. Bu da belə. Ağlınız uşaqlar dilimizdəki o xana sözünə getməsin, o damalar olur. Bu xana deyil uşaqlar. Bu xana başqa sözdür artıq. Bizim dildə olan mənası da bax bu anlamı ifadə eləyəndir. O başqa şeydir. Buradakı şəkilçi tamam başqadır. Qarışdırmayın. Gələk uşaqlar kökün xüsusiyyətlərinə. Nədir bu xüsusiyyətlər? Deməli uşaqlar, birinci nədir? Sözün məna verən hissəsi. Məna verən hissəsi. Qısa yazıram. İkinci nədir? Sözün əsasını təşkil edir uşaqlar. Kök. Sonra sabit olur və fonetikcə dəyişmir. Fonetik cəhətdən dəyişmir. Aha. Amma şəkilçidə deyirdi ki, dəyişə bilir. Sonra və uşaqlar ayrılıqda işlədə bilirsiniz. Ayrılıqda, yəni şəkilçisiz, belə mötərizədə yazım. Şəkilçisiz işlənir. Ən önəmli xüsusiyyətləridir. Bir də uşaqlar müxtəlif şəkilçilər qəbul edir. Müxtəlif şəkilçilər qəbul edir. Aha. Bir də belə bir məqam var ki, milli söz köklərinin, milli mənşəli söz köklərinin yalnız sonuna şəkilçi artırmaq olur. Amma uşaqlar, bu qaydanın bir dənə istisnası var. Əvvəla özünə aid olanı deyim, sonra istisnasını deyim. Bax, milli söz köklərinin yalnız sonuna şəkilçi artırılır. Misal üçün, bax, dəniz sözü milli sözdür. Bunun sonrasını artırırıq da, sonunu artırırıq şəkilçinin. Dənizdən dənizçi və yaxud deyirəm, dənizlər. Düz deyil. Sonunu artırıram. Bunun istisnası nədir? Bax, bunu diqqətlə yadda saxlayın, qeyd eləyin mütləq. Aha. İstisnası uşaqlar kişi və dinc sözləridir. Bunlar baxmayaraq ki, milli sözlərdir uşaqlar, bunların önünü artırmaq olur şəkilçini. Nakişi və nadinc sözləri. Aydındır. Milli sözlərimizdə dedik nədir? Şəkilçi yalnız sona artırılır. İstisnamız kişi və dinc sözlərdir. Baxmayaraq ki, milli sözlərdə sona yox, əvvələ artırmaq olur. 2 dənə istisnadır. Siz xatırlayırsınızsa, mən həmişə nə deyirəm sizə dərsdə? Deyirəm ki, heç nə bu həyatda 100% deyil. Hər şeyin bir istisnası var ki, bu qaydanın da bir istisnası olmalıydı. Bu da belə. Açar sözümüz namərd. Deməli uşaqlar, söz yaradıcında qayda nədir əslində? Bir qayda olaraq birinci kök gəlir, sonra leksik, sonra qrammatik gəlir. Yəni ən çox yayılmışı budur. İstisna məqamlarda, yəni bəzi məqamlarda olur ki, kök qrammatik leksik olsun. Amma təbii ki, bu formada da ola bilər də, ön şəkilçilərlə. Aydındır, belə də ola bilər. Ən əsas yayılmış budur əsasən. Bu ön şəkilçilər var, bu öndə gələnlər. Bunlar alınma şəkilçilərdir ki, sözün əvvəlinə qoşulur da, kökün əvvəlinə qoşulur. Məsələn, hansılar da olar? Bax, deməli, badır, bidir, sonra nadır, ladır, sonra adır, sonra bini dedik. Aha, məsələn, nümunə deyək, gəlin baxaq. Baməzə. Görürsünüz, ba ön şəkilçidir. Sonra necə deyək, bisavad. Bi ön şəkilçidir. Sonra nakişi sözü, amma kişi uşaqlar millidir, yadınızda saxlayın. Nakişi, nadincdə milli olur, amma burada bir dənə istisnaydı da həmin qaydaya aid. Yəni ön şəkilçi olsa da bu milli sözümüzdür. Amma buna başqa nümunə deyək, sizə rahat olsun. Məsələn, deyək nadürüst. Baxın.
Bax, dürüst alınma sözdür. Ərəb fars mənşəlidir. Na burada öndür. Dürüst sözün köküdür. Və yaxud la məkan. Görürsüz? La məkan. Ön şəkilçidir. La məkan məkansız deməkdir. Ayət nümunə deyim uşaqlar. Anormal. Baxın. Sözün kökü normadır, yadda saxlayın. L burada sonradan qoşulan şəkilçidir. A da ön şəkilçidir. Burada necə yaranma baş verir? Norma sözünə, deməli, anorma sözü olmadığına görə, deməli, sözdən, normadan normal yaranır, sonra da A qoşulur, anormal olur. Aydındır. Yəni, burada sifətdən sifət yaranmış olur. Normaldan anormal. Gələk leksiklə qrammatik şəkilçilərin fərqinə. Dedik ki, niyə görə belə olur? Vəzifəsinə görə. Vəzifəsinə görə dedik ki, iki qrupdur. Leksik, qrammatik. Leksik üçbucaq, qrammatik yarım dairə. Leksikin digər adım bayaq dedik söz düzəldici, söz yaradıcı, qrammatik söz dəyişdirici şəkilçilərdir. Leksiklər uşaqlar. Deməli, leksiklər 2 və 4 variantlı olur. Yadınızda saxlayın. 2 və 4 variantlı, hətta 2 və 4 yox, bir də 1 variantlı olur. Çünki 2 variantlı olanlar hansılardır? Baxın, məsələn, ça, çə, görürsünüz, lar, lər və s. Bir leksikə, bir qrammatikə dedik. Amma mən burada qrammatikə qatdım, qrammatik yox, leksikə aid. 2 variantlı, 4 variantlı ola bilir. 4-ə məsələn nəyi deyərik? L, li, lu, lü 4 variantlıdır. Nə bilim, çı, çi, çu, çü 4 variantlıdır. Bir variantlı da ancaq leksikə aid bir qaydadır. Misal üçün, anı dedik, nə bilim, bağını dedik, bini dedik, nanı dedik. Bunlar da bir variantlıdır. Təkcə ön şəkilçilər deyil, xana var, məsələn, pərvər var, sonra pərəst var, sonra xor var, nə bilim, xah var. Yəni, və s. deyirəm buna da. Var belə şəkilçilərimiz. Bunlar yeni söz yaradır deyə olur leksik şəkilçi. Bunu buradan silək, çünki bu bura aid deyildi, bu qrammatik idi. Məsələn, başqa 2 variantlıya nə deyərik? Baxın, caq, cək var. Sonra, nə bilim, casına, cəsinə var. İndi o casına, cəsinə ilə bağlı bir şey deyəcəm, bax. 2 variantlıda uşaqlar açıq saytlər olur. Açıq saytlərin ahənginə görə olur. 4 variantlar qapalı saytlərə görə olur uşaqlar. L. Amma var ki, casına, cəsinə məsələn, zərf düzəldən şəkilçidir, leksikdir. Sonra, dakı, dəki, həmişə bilirsiniz, sifət düzəldən şəkilçidir, hansı sualına cavab verir. Bu da leksikdir. Bunların tərkibinə baxın. 2 variantlı olsa da açıqda var, qapalı da var. Yəni, birdən deyər ki, 2 variantlı şəkilçilərin tərkibində ancaq açıq saytlər olur, yanlış fikirdir. İstisna da olsa, bu məqam var, qapalı saytlər də ola bilir. Leksiklərə uşaqlar, ümumi desək, bax, adlardan sifət düzəldənlər var. Adlardan sifət, nə bilim, adlardan var isim düzəldən, feil düzəldən. Bu şəkilçilər ki, keçmişik, aiddir. Bir də var, məsələn, tutaq ki, deyir feildən sifət, nə bilim, feildən isim, feildən feil, yəni və s. də, yəni yeni söz yaradanlar aiddir bu qrupaya, leksikə. Bəs qrammatikə nələr aiddir? Qrammatikə uşaqlar isimdən, deməli, xatırlayaq, cəmi idi, mənsubiyyəti idi, sonra hal idi, xəbərlikdi. İsimdən bu şəkilçilər. Sonra gəlirik feilə. Feildən zaman şəkilçiləri. Ümumi desək əslində şəkillərin şəkilçisi. Şəkillərin şəkilçisi. Bilirsiniz də arzu, lazım, vacib, sonra zamanlar nədəydi? Xəbər şəklində idi, əmr şəklində şəxs sonluğudur. Bax, bunları aid edirik. Sonra inkarlıq şəkilçisi var, ma, mə, inkar yazın bura. Sonra təsriflənməyən formanın şəkilçiləri. Təsriflənməyən hansıları idi uşaqlar? Bir dənə xatırlayaq. Feili bağlama, deməli,
Feili sifət, bir də nə idi? Məstər. Bax, bunların şəkilçiləri də aiddir qrammatik şəkilçilərə. Bunları unutmayaq uşaqlar. Bir də feildə şəxs şəkilçisi var da sonluq. Bu da qrammatikdir. Niyə qrammatikdir? Çünki yeni söz yaratmır. Gəlin bir nümunə də deyək hərəsinə. Məsələn, bir şeydə xatırlayaq ki, isimdə bu həmin o dediyi cəm mənsubiyyət hal xəbərliyi və bunların ardıcıllığı var, qoşulma ardıcıllığı var. Məsələn, deyirəm ki, kitablarımızdadır sözünü deyirəm. Baxın. Kitablarımızdadır. Bax, bir ardıcıllıq var. Kitab kökdür, lar cəmdir, ımız mənsubiyyətdir, da haldır, dır da xəbərlikdir. Ardıcıllıq belə olmalıdır uşaqlar. Bu ardıcıllıq pozulmamalıdır. Düzdür, bura leksik əlavə eləyərəm. Məsələn, kitab, xana, nə bilim, dakı, lar, ımızdadır. Məsələn, bu da ola bilər. Kitabxanadakılarımızdadır. Olar, bu da olar. Yəni, leksikdən sonra gəlir də zaten qrammatik, belə bir məsələ var. Amma bu qrammatiklərin ardıcılığı var. Görürsünüz, cəm, mənsubiyyət, hal, xəbər. Cəm, mənsubiyyət, hal, xəbər. Bu ardıcılıq pozulmamalıdır isimdə. Feildə də uşaqlar. Məsələn, belə olur. Məsələn, belə bir feil deyirəm, qoparılmayacaqdırsa. Sözün kökü qopmaqdır. Qoparmaq, feildən feil düzəldir. Biz bunu necə ayırt edirdik uşaqlar? Maqmaq artırırıq. Feillərə aiddir amma bu qayda. Yəni ismə, sifətə, saya, əvəzliyə, zərfə aid deyil. Ancaq feilə. Şəkilçidən sonra maqmaq plus artıra bilirəm. Qoparmaq. Deməli, bu şəkilçi nədir? Leksikdir. Qoparılmaq deyə bilirəm. Leksikdir. Qoparılmamaq, bir dənə mamədə bunu istifadə etmirik. Çünki mamədən sonra artırsaz belə o yenə də inkarlıq qrammatikdir uşaqlar. Yəni, burada istisna məqamdır. Amma baxın, qoparılmayacaqmaq olur, yox, deməli, qrammatik. Qoparılmayacaqdırmaq olur, yox, qrammatik. Deməli, bu feildən feil düzəldir. Bu növ şəkilçisidir, məchul növ. Bu inkarlıqdır, bu zamandır. Bu, deməli, şəxs sonluğudur. Bu da nədir? İsə hissəciyidir. Bax, bu ardıcıllıq var ki, bunlar pozulmadan bu şəkildə artırılır. Məsələn, yazdırılası məktub. Bura baxın. Yazmaq, yazdırmaq, yazdırılmaq, yazdırılasımaq olur, yox. Və özündən sonra məktub gəlib, məktubu təyin edir. Aslı nədir burada? Feili sifət şəkilçisi uşaqlar. Bu nədir? Növdür. Bu da feildən feil düzəldir. Yəni, ıl olmasaydı, dır orada təbii ki, icbar növ olardı da. Uşaqlar, bir cür yazılan şəkilçilər var ha. Yəni, bir variantlı. Bunlar yadınızda saxlayın. Ahəng qanununa tabe olmuş. Dilimizin ahəng qanunu deyilən bir anlayış var da, bilirsiniz. Ya qalın saitlərin ahəngi, ya incə saitlərin. Bir-birini izləyəndə ahəngə tabe olmuş olur. Amma bir cür yazılanlar bunu pozur. Və bunların hamısı söz düzəldici şəkilçilərdir. Bunu bayaq dediksə. Məsələn, bax, gil sözünə baxın. Bax, xalamgil sözünə fikir verin. Xala, deməli, xalam mənsubiyyət, gil nədir? Bir cür yazılan şəkilçi. Xalam sözü ahəngə tabe idi. Bir dənə gili artırdım, pozuldu. Bir dənə gili artırdıq, görürsünüz, qanun pozuldu. Və yaxud vətəndaş, baxın, vətən sözün köküdür. Daş burada leksik şəkilçidir, bir cür yazılır. Yəni, bu şəkilçi olan daşdır. Ha, yerdən götürüb atdığımız daş deyil, yəni. Məna ifadə etmir, şəkilçidir. Deməli, ona görə deyirik ki, bir cür yazılanlar ahəng qanununa tabe olmayanlardır uşaqlar. Məsələn, bax, adicə baxın, nizami sözündə. Nizami sözündə, düzdür, sözün özündə qanun pozulub, o ayrı məsələ. Amma bir dənə belə tək-tük nümunələrə görə deyə bilməzsiniz ki, nə bilim, bu ahəng qanununu pozmayan şəkilcidir. Xeyr, bax, amma Gəncəvi sözünə baxın. Gəncəvi onun nisbəsidir. Gəncə kök, IV şəkilcisi bir cür yazılan. Bu qanuna tabedir. V-ni qoşduq, qanunu pozdu. Amma milli şəkilçilərimiz, qrammatiklər yəni, qrammatiklərin yadda saxlayın ki, hamısı millidir. Hamısı milli. Bunlar uşaqlar ahəngə tabe olur. Baxın, lar, baxın. Deyirəm ki, evlər.
Və yaxud deyirəm ki, qapılar. Bax, qapı görürsüz ahəngə tabedir. Hansı saytlərdir? Qalın saytların ahəngidir. Ları qoşdum, lər qoşmadım ki, lar qoşdum ki, ahəngə tabe olsun. Baxın uşaqlar. Deməli, bu 4 variantlı şəkilçi olsun. Deməli, bu da olsun, məsələn, 2 variantlı şəkilçi, lar, lər. 4 variantlı şəkilçilərdə fikir versəz, l, li, lu, lü. Bunlara deyirik ki, həm damaq, həm dodaq ahənginə tabe olmadı. Qeyd edin bura, həm damaq, həm də dodaq ahəngi. Çünki bəzən belə də salırlar testdə ahəngi. Buna görə yaranır. Fikir versəz, l, li, lu, lü həm damağa uyğundur. Yəni belə deyim də. Yəni burada saytların qalın incə olması həm də dodaqlanan, dodaqlanmayan olması özünü göstərir. Görürsüz, qalınlıq incəlik məsələsi var, həm də dodaqlanan, dodaqlanmayan var. U, ü var ya orada məsələn. Amma 2 variantlarda uşaqlar saytların qalınlığına və incəliyinə görə olduğu üçün burada fikir verin larlərdə. Burada damaq ahəngidir. Çünki qalınlığı və incəliyi məsələsinə görə olur. Yəni bu düşsə mütləq bilin. Deməli 4 variantlarda həm damaq, həm dodaq ahəngi olur. Yəni qalınlıq, incəlik, plus dodaqlanıb dodaqlanmamaq məsələsi. Amma 2 variantlarda ancaq damaq ahəngi qalın və incəlik məsələsinə görə ahəng qanuna tabe olmuş olur. Uşaqlar, gəlirəm bitişdirici samitlərə. Bunların əvvəla funksiyasını deyim. Saitlə bitən sözlərə, saitlə başlanan şəkilçi artıranda sözlə şəkilçi arasına uşaqlar y, n, s samitləri artırılır. Və bunlara da deyilir bitişdirici samitlər. Bunu təzədən yazmayayım, yəni bitişdirici deməkdir. Aydındır. Və bu samitləri yadda saxlamaq üçün sizə pratik bir yol deyim. Yunus sözü var. Yunus sözün yadınızda saxlayın. Yunus sözündəki bu samitlər var ha. Bunlar bitişdiricidir. Yəni bu sözün özündə bitişdiricilik funksiyasını daşımır ha. Sadəcə samitləri yadda saxlamaq üçün deyirəm ki, rahat bir yoldur da bu sözü yadda saxlamaq. Gəlin bir nümunə ilə baxaq. Məsələn, deyirəm ki, baba sözünə artırsam, saitlə bitib axı. Saitlə başlayan şəkilçi artırıram baba sözünə. A şəkilçisi necə olacaq? Baba ya olacaq. A-nı artırsam nə olacaq? Baba A deyə bilmərəm axı. Baba ya. Buradakı y nə olur artıq? Bunu buna bitişdirir. Yəni bitişdirici samit olur. Yəni bu funksiyada. Ola bilir ki, bəzən bu samitlər saitlə bitən sözləri samitlə başlanan şəkilçi artıranda dişlənə bilir. Baxın, ondan ya da deyirəm onun qardaşından. Bax, o saitlə başlayıb bitən sözdür. Dan burada hal şəkilçisidir. Bunu buna birləşdirmək üçün o-dan demirəm axı. N-nı qatıram ortaya. N bitişdirir. Və yaxud onun qardaşından. Qardaş sözün köküdür. Qardaşı. Burada onu verməsəm uşaqlar, sənin qardaşından da başa düşülə bilər. Ona görə onun sözünü verirəm. Onun qardaşı mənsubiyyət dan halda n burada nədir? Bitişdiricidir. Amma diqqətli olun ha. Sənin qardaşından yazsam bu formada baxın. Sənin qardaşından. Qardaş olur kök. Sənin qardaşın mənsubiyyət dan da olur nə? Hal. Burada artıq n ının tərkibindədir. Bitişdirici deyil. Yəni ın şəkilçisinin tərkibindədir. Bax bu məqamlarda diqqətli olun. Bəzən bu formada salırlar suallara. Deyir ki, hansı sözdür ki, tərkibində bitişdirici samit olub olmadığını dəqiq demək olmur. Təbii ki, qardaşından sözün salır, sən artıq orada düşünməlisən. Amma uşaqlar, əvəzlənmə ilə bitişdirici samit məsələsinə diqqət etirin. Bax, bir dənə söz yazıram. Qapaq sözün. Qapaq sözünə ın şəkilçisi artırsam, bizim qığı əvəzlənməsi qaydamız var da bilirsiniz. İndi qapaq sözünü verməyim, bu rahat təbii ki bilinir. Y ilə bağlı verək. Məsələn, köynək sözünü verirəm. Köynək sözünə in artırsam nə olar? Köynəyin olar da Q-yu əvəzlənməsi. Qapağı ona görə vermədim ki, orada axı ğı deyə bizim bitişdiricimiz yoxdur, amma y deyə bitişdiricimiz var. İndi fərqə baxın. Bax. Köynək sözündə in artırmışam deyə uşaqlar, burada Q, y əvəzlənməsi baş verib. Fikir verin. Köynəkin deyə bilmərəm axı. Köynək kökdür, in şəkilçidir. Y bitişdirici deyil burada uşaqlar. Amma belə salsa, məsələn, dəliyə. Bax, bunu verir.
fonetik cəhətdən. Deyir burada, məsələn, bir neçə söz verir. Deyir hansı sözdür ki, həm bitişdirici samitin olduğunu, həm də olmadığını düşünmək olar. Ya da bitişdiricinin olub-olmadığını dəqiq demək olmur. Bax, bu sözü yaza bilərsiniz. Niyə? Əgər dəliyə sözün mən dəli kimi nəzərdə tutsam, o var ya, dəli başı işləməyən adam anlamında. Onda bəli, dəliyə olacaq. Y burada bitişdirici olacaq. Çünki ə burada şəkilçi, y da bunu bitişdirən. Amma mən bunu uşaqlar dəlik kimi nəzərdə tutsam, dəlik sözü var anlamında. O anlamda desəm, buna təbii ki, saitlə başlanan şəkilçi artanda ki, y-yə keçəcək də uşaqlar, dəliyə olacaq. Aydındır. Dəlik anlamında y burada bitişdirici deyil, q-yu əvəzlənməsidir. Amma dəli mənasında olsa, y burada bitişdiricidir. Bax, belə şeylərdə diqqətli olun. Məsələn, körpə sözün salırlar, körpə yox, məsələn, salırlar, belə deyək də. Məsələn, körpə sözün salırlar, belə yazırlar, bax, körpüyə. Bax, bu sözdə iki versiyada düşünmək olur da. Biri var körpəyə anlamında yazılışı. Bir də ola bilər ki, elə körpüyə. Baxın, körpü var bir yerdə digər tərəfə keçmək üçün. Birində kök körpüdür. Ə burada şəkilçi, y bitişdirici. Körpə, ə şəkilçi, y bitişdirici. İkisində də görürsünüz, y bitişdiricidir. Bax, belə məqamlarda diqqətli olun. Və yaxud bələyə sözü məşhur sözlərdən biridir. Bax, salır bunu. Deyir ki, iki cür düşün. Təbii ki, elə düşünəsən. Bir, bələyi kimi düşünə bilərəm. Bir də var, bələmək sözü kimi düşünə bilərəm. Əgər bələmək sözü kimi düşünsəm, deyəcəm ki, kaş uşağı bələyə, bələmək kök, bələyə. Burada şəkilçi y olur, bitişdirici. Amma bələk sözü kimi düşünsəm, buna artırılan. Bu olacaq, uşaqlar, baxın, bələyə, yəni necə? Q-yu əvəzlənməsi, ə də burada şəkilçi. Aydındır, burada bitişdirici olmayacaq. Bu məqamlarda son dərəcə diqqətli olun. Uşaqlar, gəlirəm söz yaradıcılığının əsas üsullarına. Əsas vasitələr nədir söz yaradıcılığının? 3 yolla olur. Leksik deyirik, morfoloji deyirik, bir də sintaktik deyirik. Leksik yol nə deməkdir? Söz əvvəlki məzmunundan fərqlənir. Artıq yeni bir məzmun ifadə etməyə başlayır. Məsələn, bu uşaqlar təbiət sözünə məsələn deyə bilərik. Yəni belə deyim də sizə, bu təbiət sözünü nümunə olaraq dedim. Məsələ nədir? Amonim sözlərə xas bir xüsusiyyətdir bu. Söz yaradıcının üsullarından leksik yol. Yəni bir söz bir neçə məna ifadə edə bilər. Təbiət sözü var, o deyirik ana təbiət, təbiət yəni, o yaşıllıq, belə deyim sizə. Bir də var deyirik ki, məsələn, insanın təbiəti, xarakteri. Bu anlamda görürsünüz, yeni məna ifadə etdi. Və yaxud amonimlərdən istənilən bir sözü deyə bilərik. Məsələn, bal sözü. Bal, biri var yığdığımız bal, biri var rəqs bal, biri var yediyimiz bal. Görürsünüz, bir neçə məna ifadə edir. Bu leksik yolla yaranma deməkdir. Və yaxud çoxmənalılıq əsasında ola bilər. Məsələn, ağız sözü. Bax, deyirəm insanın ağzı, qapının ağzı, nə bilim, qazanın ağzı. Nədir çoxmənalılıq? Əvvəlki məna ilə bağlıdır, amma yeni mənalar ifadə edir. Və leksik yolla yaranma bu deməkdir. Bəs morfoloji və sintaktik üsul nədir? Uşaqlar, morfoloji üsul deməli, şəkilçinin köməyi ilədir uşaqlar. Yeni söz yaranır. Məsələn, qırıntı sözü. Baxın, qırmaqdan qırıntı. Qırınmaq sözü yoxdur, ıntını bütöv götürürəm. Görürsünüz, şəkilçi ilə yeni söz yarandı. Şəkilçinin hesabına yeni söz yaranırsa, bu olur morfoloji üsul. Leksik deyirik uşaqlar, qrammatik demirik. Niyə? Çünki qrammatik yeni söz yaratmır. Burada leksik şəkilçidən danışırıq morfolojida. Sintaktik nədir? Sintaktik olur ki, iki və daha artıq müstəqil söz birləşir, yeni söz yaradır. Bu da mürəkkəb sözlərə aiddir uşaqlar. Bu belə. Morfoloji deməli düzəltmə sözlər nəzərdə tutulur. Düzəltmə. Leksikdə sadə sözlər, amma nətər? Sadə sözlər odur ki, bir söz bir neçə məna ifadə eləsin də uşaqlar. Bu budur. Sintaktikdə mürəkkəbdir. Məsələn, deyirəm ki, əlüzyan. Bu sintaktik üsuldur. Yəni sözün köməyi ilə. Burada yazım, sözün köməyi.
Mhm. Əlüzyon, əl var, üz var, yuyan var. Üç söz birləşir. Bu artıq sintaktik üsula yaranmış deməkdir. Və yaxud məsələn, deyirəm ki, tez-tez. Eyni sözün təkrarı. Mürəkkəb sözlərin hamısını aid edirik sintaktik üsula. Bu belə. Deməli biz nə öyrəndik? Sözün quruluşca 3 növü var uşaqlar. Quruluşca. Sadə, düzəltmə və mürəkkəb. Sadələr bir kökdən ibarət olur uşaqlar ya da kök və qrammatik şəkilçə. Düzəltmə kök, leksik, mürəkkəb də bura 2 kök yazıram. Yəni 2 söz deməkdir. 2 söz birləşir. Bu deməkdir. Uşaqlar, leksiklə bağlı bir şey bilin ki, əgər sözə leksik şəkilçə artırılırsa, bu yeni söz yaradacaqsa mütləq köklə bağlılıq olmalıdır. Yəni əlaqəsizlik ola bilməz. Bax, gəlin bir nümunə deyim. Məsələn, dağıntı sözü. Dilimizdə ıntı şəkilçisi var, bəli. Amma burada ıntı şəkilçi olmayacaq. Niyə olmayacaq uşaqlar? Çünki dağdan dağıntı yarana bilməz. Bu səhvdir. Dağıntı nə olacaq uşaqlar? Deməli, sadə olacaq. Bax belə. Dağıntı bu formada olacaq ki, düz olsun. Dağdan dağıntı ola bilməz və yaxud sarsıntı sözü. Sarsmaqdan sarsıntı ola bilməz. Sarsmaq türk sözüdür, bizə aid deyil. Sözün kökü də ona görə sarsıntı. Və yaxud dağıtmaq sözündə deyək. Sadə sözdür uşaqlar. Dağıtmaq. Görürsünüz, kök ya da dedik qrammatik şəkilçə. Kök leksik nə vaxt ola bilər? Əlaqə olsun. Məsələn, deyirəm ki, evcik. Evdən evcik. Yəni əlaqə var da uşaqlar. Ona görə bu leksik şəkilçi hesab oluna bilər. Mürəkkəb sözlərə gəlincə, mürəkkəblər dediyi 2 və daha artıq sözün birləşməsindən yaranır və yeni məna bildirən söz meydana çıxır ki, buna mürəkkəb deyilir. Və uşaqlar, müxtəlif yollarla yaranır mürəkkəb sözlər. Məsələn, bitişik yazılanlardan elə başlayaq. Bitişik yazılanlar. Çünki 3 cürə yazılır. Bitişik, ayrı, bir də defislə. Başlayaq bitişikdən uşaqlar. Bitişik yazılan mürəkkəb sözlər müxtəlif mənalı sözlərin birləşməsindən yaranır və bir vurğu altında deyilir. Məsələn, deyirəm ki, çoban yastığı. Bir çoban sözü var, bir də yastıq sözü var. Tamam fərqli mənalı sözlər deyil uşaqlar. 2 fərqli mənalı söz birləşdi, qutarda oldu mürəkkəb söz. Hansı üsuldur? Sintaktik üsul. Və vurğusu hara düşür? Axırıncıya, çoban yastığı. Bu da belə. Və yaxud məsələn, deyirik ki, bal əli. Bal əli də belə, hə. Bal əli, hə. Vurğu düşəcək axıra, mürəkkəb söz. Sonra, məsələn, deyə bilərik ki, tərkibində biodur. Məsələn, biodur, sonra aviadır. Sonra deyə bilərik ki, məsələn, nə deyərik? Elektrodur. Bir çox sözlər var ki, o sözlər olanda bitişik yazılır. Məsələn, fotodur, hidrodur, nanodur. Sonra nə deyərik? Makro. Makro, mikro da gedir, onu bilin. Nanon dedik. Neiro. Sonra audion demişəm. Audio, aha. Yəni bu tip sözlər olanlar varsa uşaqlar, elektrodur, biodur, aviadır, fotodur, hidrodur, makrodur, nanodur, neiro, audio, fago, infra, video, sonra zoodur, superdir, transdır, ultradır, superdir, nə bilim, yəni bir çox sözlər var ki, nə bilim, stereo var. Bu tip sözlər varsa uşaqlar, onlar sözə birləşik yazılacaq. Yadınızda saxlayın. Bu hissəciklər sözə bitişik yazılır. Məsələn, antini yazmışam, deyəsən yazmamışam. Anti. Bax, anti, nə deyirəm? Anti-humanist. Sözə nə olacaq? Bitişik yazılır. Bu uşaqlar anti ön şəkilçi deyil burada. Anti sözün özünə birləşir və burada mürəkkəb söz yaradır. Hissəcikdir bu. Sonra, nə bilim, mikro aləm. Bitişik yazılacaq. Sonra, məsələn, nə deyərik? Foto, nə bilim, foto albom, məsələn. Aydındır. Bitişik yazılacaq bunlar. Ayırmayasınız. Nə bilim, aviabilet. Bunları ayırmayasınız. Nə də defislə olmayacaq.
Yadınızda saxlayın. Bunlar bitişik olacaq. Super sözü var. Hamının bildiyi. Nə olar? Supermarket. Sözə təbii ki, bitişik olur. Bunlar indi nümunələri idi. Sonra var uşaqlar, məsələn, nə deyərik, hissəciklər var ki, bitişdirici hissəciklər. Badı, hadı, babə hissəciyi deyirik. Bir də adı uşaqlar, a-ə. Bunlar bu bitişdiricilərin köməyi ilə yaranan mürəkkəb sözlər var ki, bitişik yazılır. Babə həm mürəkkəb zərf, həm də mürəkkəb sifətlərdə bitişdirici rolundadır. Məsələn, elə buradan da o qaydanı xatırlayaq. Rəngbərəng, cürbəcür, növbənöv uşaqlar. Bunlar nə idi? Bir də A-dan nümunə deyək, rəngarəng. Bunlar uşaqlar. Görürsünüz, A bitişdiricisi. Burada bədir, bədir, bədir. Bunların dördü deməli mürəkkəb sifətə aiddir. Bitişik yazılır. B bir də zərf düzəldir. Məsələn, desəm ilbə-il, bu artıq olacaq mürəkkəb zərf. An-ba-an falan filan. Ha bitişdiricisi. Aynen ha bir də ismə aid olur. Məsələn, bax, basa-bas. Bir də deyim vurha vur. Görürsünüz? Niyə birində A-dır, birində H-dır uşaqlar? Bax, kar samitlə bitirsə, təzədən kar samit H-nı vermərəm ki, A ilə verirəm, saitlə verirəm, A bitişdiricisi. Amma söz cingiltili ilə bitirsə, burada H ilə olan, kar samitlə olanı verəcəm. Bu qədər sadə. Növbələşir də, cingiltilidirsə kar, karla bitirsə, saitlə olanı verəcəm. Bu qədər sadə və bunlar bitişik yazılır. Bir də uşaqlar var, defislə yazılan mürəkkəb sözlər. Bunların bəzilərini bilirsiniz əslində. Defislə yazılan var, məsələn, eyni sözün təkrarı var. Bunu yadda saxlayın. Eyni söz təkrar. Sonra əks mənalı sözlər var. Əks mənalı söz. Sonra deyirik ki, yaxın mənalı sözlər var. Yaxın mənalı. Bax, bunlarla olanda mütləq ki, defisdən istifadə edirik. Məsələn, eyni sözün təkrarı. Deyirəm ki, baxın, hündür, hündür, bax. Hündür, hündür. Bax, eyni sözün təkrarı da, düz deyil. Əks məna. Gecə, gündüz. Bunu uzun çəkim, hə. Gecə, gündüz. Əks deyil. Təbii ki, ortada nə verəcəm? Defis verəcəm. Bu balaca olan defis daha uşaqlar, tire deyil. Sonra yaxın mənalı. Məsələn, oğul, uşaq. Bu sinonim sayılmır uşaqlar. Sinonim yaxın məna demək deyil. Yəni sinonimlərdə var o yaxınlıq, o heç. Amma yaxın məna sinonim demək deyil. Çünki oğul, uşaq bəli, yaxın mənalı gedir. Amma sinonim sayılmır. Oğul yerinə uşaq qoya bilmərəm axı. Bu belə. Sonra tərəflərdən biri ayrılıqda işlənə bilməyən sözlər. Məsələn, sifətdə də var, isimdə də var. Yazın bura. Tərəflərdən biri ya da heç biri ayrılıqda işlənməyən. Məsələn, nə deyərik? Deyirəm ki, dəmir, dümür. Görürsünüz, dəmir işlədirəm, nə işlətmirəm? Dümürü işlətmirəm. Ya da əzi, üzük. Əzi işlədirəm, üzüyü işlətmirəm. Çünki bu sifətdirsə uşaqlar, əzi, üzük. Üzüyün sifət kimi bir mənası yoxdur axı. Bunu işlətməyəcəm. Məsələn, az, maz. Bir də məşhur sözümüz var. Uşaqlar bunu çox vaxt səhv yazır. Qarma, qarışıq. Yadınızda saxlayın. Qarma, qarışıq defislə yazılır. Bitişik deyil bu söz. Bunu nümunə götürə bilərəm. Bir də uşaqlar, bayaq bir şey dedim. Eyni sözün təkrarı. Qırmızı ilə yazın, fərqlənsin. Bax, şirin, şirin. Bax, defisləndir. Amma sifətdən bir qaydamızı xatırlayaq da. Eyni sözün təkrarı ilə yaranan bu mürəkkəb sözlərdən sonra gələn isim necə olar? Şirin, şirin, alma deyərəm, yoxsa almalar deyərəm? Təbii ki, almalar. Şirin, şirin alma olmaz axı. Alma desəm, elə bir dənə şirin qoyaram da. Şirin, şirin deyirəmsə, demək almalar cəmli olmalıdır. Hündür, hündür binalar. Yəni bu kimi. Bəzən testdə bir neçə sözlər var. Onları verir, uşaqlar çaşır ki, eynidir, yaxın mənadır, yoxsa müxtəlif məna. Məsələn, deyir fabrik, zavod. Uşaqlar, fabrik, zavod, bəli, sinonim deyil, amma yaxın mənalı sözlərdir də uşaqlar bir-birinə. Ona görə yaxın mənalı sözlərlə olanda mürəkkəb söz necə olur? Defislə olur. Ya da məsələn deyir kafe, restoran. Bəli, eyni söz deyil, yəni sinonim deyil belə deyə, restoran, hə. Amma yaxındır deyə biz bunu defislə götürürük. Sonra bir də uşaqlar var ki, birinci hissəsi qeyridir. Sonra əksdir, sonra vitsedir,
Sonra nə deyərik? Məsələn, X-dir, elmidir, küllidir. Bax, bu sözlər olan elmi, külli, ober, kontur. Bu sözlər olan mürəkkəb sözlər defislə yazılır. Yadda saxlayın. Bax, qeyrini bilərsiniz. Qeyri-adi. Görürsünüz, nə qoyuram? Defis. Sonra, əks nə deyərəm? Əks təsir. Nə bilim, vitse olar prezident. Məsələn, və bunu qoyarıq. Sonra, elmi kütləvi məsələn. Baxın, elmi kütləvi. Sonra kontr-admiral ən çox düşən sözdür. Kontr-admiral. Deməli, bu defislə yazılır. Sonra məsələn nə verə bilərik? Oberleytenant verərik. Bax, belə sözlər gördünüzsə defislə olacaq, unutmayın. Əksi də dedik. Məsələn, bir də külli, aləm. Aha. Bax, bunları gördünüzsə, unutmayın. Bunlar defislə yazılacaq sözlərdir. Bir də var, uşaqlar, izafət tərkibləri var. İzafət tərkibləri də defislə yazılır. İzafət bilirsiniz nədir? Elə bir söz birləşməsinin tərsidir. O formada yazılır. Bax, məsələn, deyirəm ki, tərzi hərəkət. Bax, bu izafət tərkibi sayılır. Niyə? Uşaqlar, izafət tərkibi ərəb-fars qrammatikalarında təyini söz birləşməsi adlanırdı. Və onlarda elə bir söz birləşməsi tərsinə olaraq verilir də. Məsələn, hərəkət tərzi demirik biz söz birləşməsin. Belə veririk, düz deyil. Onlar tərsinə verirdi. Tərzi hərəkət. Aydındır. Ona görə onların o söz birləşməsinə biz izafət tərkibi deyirik. Axı bizdə qayda elə deyil. Bizdə məsələn bu forma düzdür. Onlarda amma bu forma. Ona görə onların formasını biz götürəndə defislə yazırıq ki, fərqlənsin yəni. Tərzi hərəkət defislə və yaxud deyir ki, nöqteyi nəzər. Baxın. Nöqteyi nəzər artıq defislə yazılan bir izafət götürülür. Və yaxud məsələn deyir ki, zərbi məsəl məsələn, bax, zərbi məsəl. Bax, bunlar izafətlər sayılır və defislə yazılır. Bunları da unutmayın. Ayrı yazılanlara gəlincə, ayrı yazılanlar da uşaqlar, məsələn, sual əvəzlikləri var, mürəkkəb sual əvəzlikləri. Məsələn, nə vaxt? Məsələn, nə vaxt, nə zaman, nə etmək və yaxud qeyri-müəyyən əvəzliklərdən hər kəs və yaxud deyirəm kim isə. Məsələn, əvəzlikdən bunu deyərik, nə bilim, feildən məsələn deyirəm ki, misal üçün, kömək etmək, mürəkkəb feildir də ayrı yazılır. Nə bilim, sonra deyərik, bağlayıcılardan məsələn, gah da, görürsünüz ayrı yazılır və s. Yəni, ayrı yazılmaq bu deməkdir. Və mürəkkəb sözlər ümumi bildik ki, 3 formada yazılır. Bitişik defislə ayrı. Bir dənə bilin ki, uşaqlar, bax, qeyd olaraq bura yazıram. Mütləq sizdə götürün. Deməli, ayrı yazılan mürəkkəb sifət ya da isim yoxdur. Ya da mürəkkəb isim yoxdur. Bunu bilin. Bax, bu mütləq qeyddir. Mürəkkəb isim və sifətlər ayrı yazılmır. Ayrı yazılan mürəkkəb sözlərə də deyilir mürəkkəb tərkibi. Ayrı yazılan mürəkkəb sözlər, mürəkkəb tərkibi sözlər adlanır. Uşaqlar, keçək bir də sözün başlanğıc formasına. Bu nə deməkdir? Çox rahat bir qaydadır. Bunun ən rahat yolu nədir? Yadınızda saxlayın. Sözün leksik şəkilçisi, bu üçbucaq, harda bitdisə başlanğıc orada bitir. Və işarəsi altdan, kökün elə bir tərsiddə altdan çəkilən kök. Bax, əgər söz bir köklüdürsə, başlanğıcı axıra qədərdir. Söz kök və leksikdirsə, axıra qədərdir. Söz kök, leksik, qrammatikdirsə, leksikin bitdiyi yerdədir. Ola bilər ki, söz kök, qrammatik, leksik olsun, axıra qədər olacaq. Yəni, ona görə deyirik ki, məsələn, qayda düşərsə, başlanğıc formaya heç vaxt qrammatik şəkilçi daxil ola bilməz. Bu səhv fikirdir. Çünki bu versiyada daxil ola bilər. Leksiklə bitərsə, ortada qrammatik gələrsə, başlanğıca daxil ola bilir qrammatik. Məsələn, gəlin bir nümunə deyək. Deyirəm ki, xalamgil. Xala kök, mu mənsubiyyət, gildə leksik. Gördünüz necə daxil oldu. Amma desəm ki, məsələn, dayım, məsələn, belə deyək də,
Gildəki, belə olsa, kök və şəkilçiyə gəlin ayıraq. Dayı kök, mu mənsubiyyət, gil leksik, dəki leksik. Burada da bu formada olacaq. Mən əslində başqa cür demək istəyirəm. Qoy bir nümunə də deyim. Açar söz Xədicə. Aha, bu söz demək istirdim. Evdəkilər, bu forma. Əgər leksik qrammatik olsa, təbii ki, qrammatik daxil olmayacaq. Leksikin bitdiyi yerdə bitəcək. Bu da başlanğıc formamızdır. İndi isə uşaqlar, bəzi sözlər var ki, onların sizə kök və şəkilçi ayırma yollarını izah eləmək istəyirəm. Bəzi problem yaradan sözlər var da. Başlayaq məsələn düzgün sözündən. Bax, düzgün sözünü kök və şəkilçi ayıranda sözün kökü düz sifəti deyil uşaqlar. Sözün kökü düz feilidir, yəni düzmək feilidir. Düzməkdən yaranır düzgün. Bunu belə yadda saxlayın. Çünki qın, kin, qun, kün şəkilçisi var ha, 4 variantlı. Bu uşaqlar feildən yaradır, adlardan yaratmır. Aydındır? Məsələn, boyaq sözü var uşaqlar. Boyaq maddələri. Boyamaqdan boyaqdır, boyadan boyaq deyil. Çünki q nədən yaradır uşaqlar? Deməli, feildən yaradır. Və yaxud dondurma sözü. İki cür düşünmək olar. Əgər desəm ki, dondurma yeyirəm, o anlamda donmaqdan dondurmaq, dondurma. Burada ma isim düzəldir, düz deyil. Feildən isim. Amma desəm, deyirəm əti dondurma, burada da belə olacaq. Donmaq, dondurmaq, bu inkar olacaq. Əti dondurma. Hər iki halda düzəltmədə o heç. Burada olacaq feil, birincidə olacaq isim. Və yadınızda saxlayın uşaqlar ki, sözün nədən nə yarandığını tapmaq üçün hansı nitq hissəsinə yarandığını. Həmişə kökə baxmırıq. Əgər bir kök bir leksikdirsə, tamam, kökə baxırıq. Amma və yaxud kök leksik qrammatikdə olarsa, yenə kökə baxırıq. Amma kök sonra 2 və daha artıq leksik gələrsə, sonuncu 2 leksikə baxırsınız. Hər zaman onun birincisindən ikincisi yaranır. Dondurmada da 2 leksikdir. Birinci leksikdən ikinci leksik yaranıb. Da kökdən yaranıb deməyəsiniz. Kök donmaqdan dondurmaq yaranmayıb. Dondurmaqdan dondurma yaranıb. Məsələn, biçinçiliyin sözünə gəlin baxaq. Biçməkdən biçin, biçinçi, biçinçilik, biçinçiliyin. Aha, indi burada nədən nə yaranıb? Kök feildir. Feildən əvvəl yarandı, oldu isim. Biçin ismi. Biçindən biçinçi. Bu da isim. Biçincidən biçinçilik. Bu da isim. Dedim axı, son 2 leksikə baxırıq. Biçincidən biçinçilik. Deməli, yaranır isimdən isim. İsimdən isim yaranır, amma kökü nədir? Kök feildir. Bax, bu şeylərdə diqqətli olun. Nitq hissələrində demişəm, yenə deyim. Bax, əsas nitq hissələrindən feildə, indiki zamanda, inkarda kök və şəkilçi ayırma qaydası var. Demişəm, yenə deyirəm. Dinləmirəm sözü məsələn. Sözün kökü din deyil. Çünki dinlə dinləmək arasında əlaqə yoxdur. Dedik, əlaqə yaratmalıdır əgər leksikdirsə. Yoxdursa dinləmək kök. Mir deyə şəkilçimiz yoxdur. M uşaqlar inkarlıqdır. İr zamandır, indiki zaman. Am əmdə şəxs sonluğudur. Elə bu bilirsiniz necədir? Dinləməyirəm sözü var ha, dinləməyirəm. Bax, bunun dəyişmiş versiyası da olub bu, dinləmirəm. Aydındır. Bunu indi götürmürük, dinləmirəmi götürürük bu formada. Sonra, məsələn, düzəltmə kimi görünən sadə sözlər. Kimyəvidir. Sonra mənəvidir uşaqlar, dülgərdir, çilingərdir. Bu sözlərdə çox diqqətli olun. Bax, hamısı sadədir. Kimyədən kimyəvi deyil, mənəvi sadə sözlərdir. Yadınızda qalsın. Sonra alışmaq sözüdür uşaqlar. Alışmaq, almaqdan alışmaq olmur. Alışmaq bir mənası vərdiş eləməkdir. Bir mənası da ki, alışıb yanmaq o anlamda. Ələk sözü uşaqlar. Əldən ələmək, ələməkdən ələk. Və yaxud dilək sözü. Dildən diləmək, diləməkdən dilək. Yadınızda qalsın. Sonra buruq sözü uşaqlar. Buruq, saç buruğu olanda burmaqdan buruğu olur. Saç buruğu. Amma neft buruğu olanda bütöv götürürük. Və yaxud çəki sözün uşaqlar. Çəkisiz və yaxud çəkisizlik. Çəkməkdən çəki, çəkisiz, çəkisizlik bu formada götürürük. Çəkisizdən çəkisizlik yaranır. Son 2 leksikə baxırıq demişik. Sifətdən isim. Və yaxud döşəmə sözü.
Deməli, döşəməkdən döşəmə. Döşəməni desəm, burada da i, burada şəkilçidir. N nədir? Bitişdirici. Bayaq izah etdiyimiz qayda. Diqqətli olun. Məsələn, dibçək sözü. Dibçək sözü dibdən dibçək deyil uşaqlar. Elə dibçək sözünün köküdür. Diqqətli olun. Sonra geyinmək sözü uşaqlar. Bu əslində sadə sözdür. Yəni bunu tapmaq sadədir. Kök baxımından demirəm, quruluşca demirəm. Geyməkdən geyinməkdir. Niyə uşaqlar bunu səhv edir, onu anlaya bilmirəm. Sözün kökü geyməkdir. Geyinmək deyil uşaqlar. Aydındır. Sonra bəzi sözlər var ki, məsələn deyirəm ki, qaçaq. Qaçaq, biri var deyirəm qaçaq əskər, necə əskər sifət olur. Biri var deyərəm, gəlin buradan qaçaq, əmr şəkli, sadə. Bir də var deyərəm ki, qaçaq, kaş qaçaq, bu da arzu şəkli. Arzu şəkli ilə əmr şəklində sadə olur, başlanğıc olur qaçmaq. Amma qaçaq əskər, necə əskər sifət olanda olacaq burada təbii olaraq başlanğıcımız qaçaq sözü. Sonra ləngidilmək sözünə baxın. Baxın. Deməli, ləngdən, ləngimək, ləngitmək, ləngidilmək. Bu formada olur. Uşaqlar, yadınızda saxlayın. Deməli, burada idi, ləngitmək. T bəzən uşaqlar, I, T T var ha. T bəzən D-ya keçə bilər. Bu T, bu D-ya keçə bilər. Burada da ləngiməkdən, ləngitməkdə əslində sadəcə T, D ilə əvəzlənib, aydındır. D-ni ona görə burada ayrıca şəkilçi kimi götürürük. Bax, hansı söz? Məsələn, oxutmaq sözünə baxın. Bax, oxumaq kök T burada şəkilçidir. Bax, həmin söz. Sadəcə burada əvəzlənmə baş verməyib. Amma sait gəlsə, baxın, desəm oxudulsa, bax, gördünüz, oxumaq həmin T-dır da uşaqlar. Oxumaqdan oxutmaq sadəcə T-dır, əvəzlənməsi baş verib. Oxudulmaq da burada olacaq şərt şəkli. Digər açar sözümüz hələlik. Uşaqlar, bugünlük bu qədər olsun. Videoda biraz uzun oldu, amma sizin üçün ümid edirəm faydalı olar. Nəsə bir sualınız olarsa şərh bölməsində mütləq qeyd eləyərsiniz. Sağ olun.